Salam, hər vaxtınız xeyir. Siz Kanal 3-cü canlı efirindəsiniz. Xatırladım ki, bu Azərbaycanda yayımlanan ilk internet televiziyadır. Net müzakirə verilişinə baxırsınız. Bugün də studiyamızın qonağı var və qonağıyla bərabər bizim mövzumuz var. Mövzumuz Azərbaycanda ədəbiyyatımızın tarixi və ədəbiyyatımızın hazırki durumudur və bu mövzu ilə bağlı biz müzakirə edəcəyik. Şair, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü və keçmiş millət vəkili Vaqif Səmədoğludur. Xoş gəlmisiniz Vaqif bəy studiyamıza. Sağ olun, çox sağ olun. Bəli, ilk öncə mən istəyirəm siz deyəsiniz, hal-hazırda nə işlə məşğulsunuz? Xatirələr yazmaq istəyirəm, yazıram daha doğrusu, yəni onun planı da hazırdır. Bir ilə mən o əsəri indi yəqin ki, təqdimat mərasimini keçirə bilərik. Hardasa. Bax, indi bununla məşğulam. Vaqif bəy, hal-hazırda ədəbiyyatımızı hansı dövrünü yaşayır? Ədəbiyyatın həmişə bir dövrü var. Ədəbiyyat dayanmaz prosesdir. Onda belə deyək. Bax, indi deyə bilərsən ki, dünən yaşamışam. Xeyr, sənin üçün dünən bugün idi. Və yaxud sabah yaşayacağım. Xeyr. İnsan həmişə bugün yaşayır. Və ədəbiyyat da, tutaq ki, bizim Azərbaycan poeziyasını, tutaq ki, Oğuz poeziyası, 1500 il tarix götürsək, 1500 ildən bəri, bax, bu bugün yenə də yaşayan ədəbiyyatdır, yenə də yaşayan poeziyadır, yenə mənim üçün, bax, bugün də Dədə Qorqud devridir, tutası biraz, necə deyim, dekorlar dəyişib, anturaj dəyişib. Hal-hazırda ədəbiyyatda tənbəllik mi gedir, yoxsa inkişaf mı var? Bax, bu necə lazımdır elə gedir. Mənim məsələn mənsub olduğum nəsildən bilirsiniz kimlər yazmır indi? Ölənlər. Yəni mən indi sağ qalanlar yazır, bizdən sonra gələnlər yazır və bu məni sevindirir. Gənclərin yazılarını oxuyursunuz? Əlbəttə oxuyuram. O zaman müqayisə eləsək, indiki gənclər içərisində Vaqif Səmədoğlu, yenə sizin dövrünüzdə olan şairlər kimi bir şair yetişirmi, yazıcı yetişirmi? Çox istedadlı gənclər var və istedadsız gənclər var. Profesional yazı tərzinə malik gənclər var, qeyri-profesionallar var. Füzuli dövründə hamı Füzuli olub, yox. Azərbaycan istedadlı xalqdır, yazan xalqdır. Yazan xalqdır, bəs oxuyan xalqdır mı, belə deyək? Mütaliə necədir? Mütaliə də normaldır. Sovet dövrünün mütaliəsi daha olmayacaq. Nə Rusiyada, nə post-Sovet respublikalarının birində. Sovet dövründə insanların külli miqdarda boş vaxtı var idi. Sovet dövründə bir çox ictimai, siyasi aclıqlıqları doyuzdurmaqdan ötürü, yatıtmaqdan ötürü bir vasitə idi ədəbiyyat. İndi o yoxdur. Yəni, indi ədəbiyyatımız bizim normal yoluna çıxıb, öz sürəti ilə addımlayır. Ədəbiyyat əlbəttə hər şeydir. Əyləncədən tutmuş, tərbiyə qədər, maraqdan tutmuş, siyasətə qədər, hər şey, bütün bu insan fəaliyyətinin, insan düşüncəsinin, təfəkkürünün təzahürləri olan sahələri əhatə edən bir varlıqdır. Ancaq özü-özlüyündə ədəbiyyat əlbəttə ki, hər şey deyil bəşəriyyət. İndi ədəbiyyat yenə təkrar edirəm, Ülviyə Bala, ədəbiyyat indi öz yerini tutur. Yəni, həm əyləncə kimi, həm maraq doğuran bir faktor kimi, həm bir ictimai, əlbəttə ki, ictimai varlıq kimi. Mütaliə edən auditoriya, oxucu kütləsi ac olduğu mövzunu o şeirlərdə, əsərlərdə tapa bilmir və o zaman o mütaliədən qaçma ehtimalı yüksəlirmi, belə deyək? Yəni, mövzu aclığı buna səbəb ola bilərmi? Mövzu aclığı Təbrizdən də, Dərbənddən də kifayət qədər şeirlərimiz var, kifayət qədər nəsr əsərlərimiz də var. Bilirsinizmi, şeirlə nəyisə nail olmaq olsaydı, bunu mən bir dəfə Yazıçılar Birliyinin qurultayında dedim, təkcə rəhmətli Xəlil Rızanın şeirləri ilə biz nəinki Qarabağı azad eləyərdik. Hətta Avropanı gedib yarısını da alardıq. Təkcə Xəlil Rızanın şeirləri ilə. Yəni, əlbəttə ki, bu vətənpərvəri hissləri olub poeziyada var və olacaq
vətən nostaljisi, bax deyirsən ki, məhəbbətdən yazırlar. Ədəbiyyat dünyaya, musiqi dünyaya, ümumiyyətlə nəfis sənətlər, incə sənət məhəbbətlə gəlib də. Siyasətlə gəlməyib. Məhəbbətin doğurduğu varlıqdır da, incə sənət, ədəbiyyat. Burada suallar var, onları istəyirəm sizə oxuyum. Gənc yazarlara adətən ötən əsrin yazarlarını indi tənqid edirlər. Siz nə düşünürsünüz bu gənclər haqqında? O gənclər, bizi tənqid edən gənclərin arasında mənim çox yaxşı dostlarım var. Bu yaxında Yeni Müsavat qəzetində bu günlərdə bizi tənqid edənlərin, necə deyim, başçılarından, baş biləndəlilərindən biri Həmid Herişçi mənlə söhbət elədi. O söhbət çap olunub və yaxşı da oxunub qəzetdə. Yəni, bilirsinizmi, bu təbiidir. Eyni ilə bizim də münasibətimiz, biz gənc olanda bizdən əvvəlkilərə elə idi. Niko adlı izləyicimiz bildirir ki, gənc yazarlardan Niko. Gənc yazarlardan kimi bəyənirsiniz? Kimləri oxuyursunuz? Gənc yazarlardan çoxunu, bilirsiniz, ad çəkməyəcəm. Ad çəkməyəcəm, çünki ad çəkmək artıq intriqadır. İstəmirəm məndən küssünlər. Amma var. Bilirsən mi necədir? Bax, romantizm ədəbiyyatı var, klassitsizm, impressionizm, bax, bütün bu izmlər. Mənim sevdiyim və sevmədiyim yazıçılar var. Ancaq mənim dediyim meyar deyil. Mənim zövqüm, bax, etalon deyil. 16-cı əsr Azərbaycan şairlərini götürürəm. Hamısını sevmirəm ki mən. Abbas Tufarqanlıdan ötürü nə deyim? Ölürəm sözün əsl mənasında. Çox sevirəm. Amma elə 16-cı əsrin şairləri var ki, laqeyd buraxır məni. Eləcə də klassisizm, eləcə də bax gənclər. Sevdiyim var, sevmədiyim var. Ötən dəfə mən o kitab, Milli Kitab mükafatında münsiflər heyətinin üzvüydüm. Mən birinci yerə qoyduğum əsər 3-cü yer tutdu. Yəni görürsənmi, bax, belədir də bu. Amma yenə deyirəm, ad çəkməyəcəm. Ümumiyyətlə, yazıcı və ya şair yazarkən hansı xüsusiyyətləri göz ardı mütləq etməməlidir? Yəni, izləyicinin, deyək ki, oxucunun zövqünü, deyək ki, ən çox nəzərə alır və yaxud dövrün problemlərini ən çox nəzərə alır. Yəni, sırf bu nəsə yazarkən bunlar məhz mütləq olmalıdır və bu mövzuda mütləq işlənməlidir. Yazanda oxucu zevqi, fikirləşmək axı. Ədəbiyyat ölür də. Hal-hazırda yazsanız, nədən yazar? Gənclərdən dediniz. İndi mən sizə gənclərə bir iradımı bildirim. Çünki özlərinə demişəm bunu və mənlə razılaşırlar. Razılaşdılar bir neçəsi. Ədəbiyyatın evin o yıxır ki, hansısa konkret bir zövqə, hansısa konkret bir insan bəyənsin deyə və yaxud hansısa konkret bir qruplar üçün yazırsan, onların xoşuna gəlsin deyə yazırsa, o ədəbiyyat deyil. Başa düşdünüz nə deyirəm? Sırf mən o fikirdə yalnız kağız, qələm, zaman və Allah, daha heç nə olmamalıdır. Və bir dənə söz var dilimizdə, vicdan. Onu da çox belə vicdanla, bir də səmimiyyətlə. Afaq Məmmədova sual verir ki, siyasi fikirləriniz də maraqlıdır. Vaqif bəy, hazırda nə düşünürsünüz ölkəmiz haqqında? Görürsünüzmü, indi bax, dünyada çaxnaşma gedir. Ölkəmiz haqqında mən tək ölkəm haqqında düşünmürəm. Dünya haqqında düşünürəm və mənim çoxdankı bir proqnozum var. O deyəsən artıq özünü doğrultmağa başlayır. Bütün bu ərəb ölkələrində baş verən hadisələr, o biri hadisələr,
mənə elə gəlir ki, dünya artıq bölünməyə başlayıb. Xristiyan və İslam dünyasına ki, 3-cü Dünya müharibəsi astanadadır. Yəni, bu müharibə baş verərsə, bunu tez çevirmək Şimal və Cənub müharibəsinə. Şimal və Cənub müharibəsinə və bilirsiniz, ən böyük bədbaxtçılıq nədədir? Yer kürəsinin bütün demək olar, əksər enerji ehtiyatları İslam dünyasındadır, müsəlmanlardadır. Hətta Rusiyadakı neft, qaz yataqları var. Onlar da vaxtı ilə İslamda olmasa Türk torpaqları olub. İndi baxdığımız belə gətirib də, mən gözləmək lazımdır. Amma mənim proqnozlarım o qədər də sevindiricidir, o qədər də optimistdir. Ramin bəy sual verir ki, gənc yazar Akşin Yenisey bildirir ki, Məhəmməd Füzuli bizi neçə 100 il arxaya atıb poeziyada. Sizin bu fikrə münasibətiniz, bu fikirlər nədən doğur? Füzuliyə paxıllıqdan yoxsa? Tamamilə düz deyir. Akşin Yenisey Füzuli 16-cı əsrin şairidir. Əlbəttə ki, neçə yüz il geridədir. Amma mövzu etibarilə Akşin bəy məndən inciməsin. Yox, Akşini deməyəcəm, mən özümü deyərəm ki, məndən qat-qat istedadlıdır, məndən qat-qat böyük şairdir. Akşin Yenisey özünü ondan böyük şair bilirsə, xoşbəxt adamdır. Aslı adlı izləyicimiz sual verir ki, Aslı, nə üçün indi Nizami, Füzuli kimi şəxsiyyətlər yetişə bilmir? Sizcə bu nədəndir? Şairlər ya şəxsiyyətlər? Asla. Şəxsiyyətlər. Hardan bilirsən axı? Mən bilmirəm Nizami necə şəxsiyyət olub. Füzuli necə şəxsiyyət olub, bilmirəm. Bəlkə Nizaminin xəsiyyəti çox murdar xəsiyyət olub insan kimi, şəxsiyyət kimi. O zaman şair kimidir? Şair kimi əlbəttə ki, çox böyük şairlərdir. Amma xəsiyyəti, məsələn, Tolstoy böyük yazıçıdır da. Çox böyük yazıçıdır, düzdürmü? Dünya ədəbiyyatında birinci onluqda ən yüksək yerləri tutur. Şəlalə adlı izləyicimiz soruşur ki, bəy, indi roman yazanları necə baxırsınız? Onlara roman demək olarmı? Onu hər roman yazan özü müəyyən eləyir, Şəlalə xanım. Roman, onda novella necə? Povest necə? Esse necə? Yazıçıdır, lazım bilir, roman yazır. Niyə roman demək olmaz? Niyə roman demək olmaz axı? Mən bizim ədəbiyyatdan da, Rus ədəbiyyatından da bu saat əsərlər oxuyuram, əsl romandır. Amin adlı izləyicimiz soruşur ki, bəs Bakıda Mübarəkin heykəli var, amma Rəsulzadənin heykəli yoxdur. Bu yəqin ki, Misir Hüsnü Mübarəkdən danışır. Ramin olacaq. Məhəmməd Əmin Rəsulzadənin heykəli Bakıda olacaq. Mübarəkin heykəli də qoyun qalsın, uçurtmayın. Biz 89, 90, 91, 92-ci illərdə bir neçə dəhşətli səhvlərə yol verdik. Bir heykəlləri uçurtduq. Bilirsinizmi, biz istəyirik ki, bizim gözümüz ancaq göz oxşayan mənzərələr görsün. Xeyr, göz dağı da olmalıdır. Tarixi ancaq kitablara keçirtmək olmaz. Daşlarda da tarix olmalıdır. Təşəkkür edirik izləyicilərimizi izlədiyi üçün, suallarına görə təşəkkür edirik. Gələn həftə görüşənədək sağ olun.